Bu bölümdə sizə Civil 3D proqramının interfeysi haqqında ümumi məlumat veriləcək. Faylı və ya çertyoju açdıqdan sonra istifadə etdiyiniz versiyadan asılı olmayaraq, ümumilikdə bu cür standart interfeys qarşınıza çıxacaq. Mən artıq bir nümunə çertyoj açmışam. Bu keçən dərslərdə sizinlə yaratdığımız nümunə fayl çertyojudur. Və orada bir Civil 3D nöqtəsi, yəni choke point yerləşdirmişəm ki, izah edəcəyim funksiyalar daha aydın görünsün. İlk olaraq danışacağım tətbiq menyusu haqqında olacaq. Sol yuxarı hissədə adətən böyük bir S hərfi və ya bəzi versiyalarda A hərfi görəcəksiniz. Bu tətbiq menyusudur. İngiliscə application menu adlanır. Üzərinə klik etdikdə aşağıdakı funksiyalara çıxış əldə edirsiniz. Yeni şablonun açılması, keçən dərslərdə öyrəndiyimiz kimi bu bizi şablonlar qovluğuna yönəldir. İkinci open funksiyasıdır. Yəni hazır çertyoju, yəni yaddaşda olan çertyoju və yaxud yeni bir çertyoju açmaq üçün istifadə edirik. Save yaddaşa vermək üçündür, işlədiyimiz çertyoju yaddaşa vermək üçündür. Save as yəni işlədiyimiz çertyoju fərqli adla yenidən saxlamaqdır. Export işlədiyimiz çertyoju hər hansı bir formatda ixrac etmək üçündür. Məsəl üçün bu PDF ola bilər, DXF ola bilər. Yəni bizim işlədiyimiz çertyoj adətən DVG olduğuna görə onu fərqli formatda ixrac etmək istəsək, bu komandadan istifadə edirik. Publish işlədiyimiz çertyoju paylaşmaq üçün e-mail və yaxud başqa bir metodla. Print çertyoju çapa vermək üçün istifadə edəcəyimiz bir komandadır. Eyni zamanda bu tətbiq menyusunun yuxarısında axtarış bölməsi var. Burada məsəl üçün hər hansı bir əmrlər haqqında axtarış etsəniz, deyək ki, move əmri haqqında axtarış etsəniz, uyğun nəticələr göstəriləcək və yaxud bu axtarış menyusunun altında son açılmış çertyojların hamısının siyahısı bu hissədə göstərilir. Buradan da həmin çertyojlara vuraraq, klikləyərək çertyojları aça bilərik. Tətbiq menyusunun həmən yanında, yəni sağ tərəfində belə bir kiçik panellər var. Bu qısa giriş panelləri adlanır. Yəni qısa yollardır. Bu panellər, məsəl üçün göstərim sizə. Bu birinci panel New'dur. Baxın, bu tətbiq menyusunda New olan panelin qısa yoludur. Yəni buradan da daxil ola bilərsiniz tətbiq menyusundan New'ya. Buradan da, yəni şablonları açmaq üçün. İkinci Open'dir. Yəni burada gördüyünüz Open'in, tətbiq menyusunda gördüyünüz Open funksiyasının qısa yolu burada da var. Üçüncü Save əmridir. Burada gördüyünüz, tətbiq menyusunda gördüyünüz Save'in qısa yolu eyni zamanda qısa giriş panelində də var. Daha sonra bu çap etmək üçün istifadə edəcəyimiz qısa yoldur. Bunun da tətbiq menyusunda yeri print idi. Burada isə əməliyyatları geri və yaxud irəli aparan əmrlər var. Məsəl üçün, hər hansı bir əməliyyat qısa şəkildə göstərim. Hər hansı bir əməliyyat eləmişsiniz, çizim eləmişsiniz. Deyək ki, yəni mən çizim elədim, əslində deyək ki, bir əməliyyat eləmişsiniz, geri qaytarmaq istəyirsiniz həmin əməliyyatı. Onun üçün bu düyməyə klik edərkən əməliyyat geri qayıdır. Daha sonra bu Quick Access Toolbar, yəni qısa giriş panelinin həmən sağ tərəfində Workspace yerləşir. Buna iş mühiti seçimi deyə bilərik, iş mühiti deyə bilərik. Gördüyünüz kimi hazırda Civil 3D Workspace aktivdir. Bu iş mühitində aşağıdakı səkmələr görsənir. Yəni Insert, Annotate, Modify, Survey, yəni bunlar səkmələr adlanır. Biz hal-hazırda məsəl üçün Civil 3D mühitindən Drafting and Annotation mühitinə rejiminə keçsək, interfeys AutoCAD-a xas görünüşə çevriləcək. Başqa iş mühitləri də var burada. Məsəl üçün 3D Modeling. 3D Modeling mühitinə keçirkən yenə də interfeys 3D modelə uyğun dəyişir.
və bir dənə də Planning and Analysis iş mühiti var. Buna da keçəndə interfeys ona uyğun dəyişir. Amma hal-hazırda biz yol layihələndirmək üçün Civil 3D mühitində işləyəcəyik. Drafting and Annotation iş mühiti haqqında sizə məlumat verim. Bu bildiyiniz klassik AutoCAD iş mühitidir. Mən hər zaman tələbələrə məsləhət görürəm ki, kompüterə və yaxud notebooka həm AutoCAD, həm Civil 3D quraşdırmağa ehtiyac yoxdur. Çünki sadəcə Civil 3D-ni quraşdırsaz, bu yetərlidir. Civil 3D-nin içindən iş mühitini dəyişdirməkdə onu həm Civil 3D-də, həm də AutoCAD kimi işlədə bilərsiniz. Qayıdırıq yenə biz öz iş mühitimizə, Civil 3D-yə. Daha bir önəmli menyu, interfeysin önəmli menyusu Ribbon panel haqqında danışmaq istəyirəm. Üst hissədəki bu gördüyünüz böyük zolaq Ribbon, yəni Ribbon menyu adlanır, yəni lent menyu. Burada müxtəlif sekmələr var. Sekmələr bayaq dediyim kimi bunlar insert, annotate, modify, bunlar sekmələrdir. Sekmələrin daxilində isə panellər yerləşir. Bunlar isə panellər adlanır. Məsəl üçün deyək ki, Home sekməsinin içində Create Ground Data paneli var, Create Design paneli, Profile Section Views panelləri var. Hər panelin içində də müxtəlif əmrlər və açılan menyular mövcuddur. Məsəl üçün deyək ki, bu Create Ground Data panelində point, nöqtə yaratmaq, surface, səth yaratmaq, yəni belə bir əmrlər və ya menyular mövcuddur. Yeni versiyalarda əlavə olaraq Project Explorer və Grading Optimization panelləri də əlavə edilib. Əgər köhnə versiya istifadə edirsinizsə, məsələn 2018 və yaxud 2019, ola bilər ki, siz bu bölmələri görməyə bilərsiniz. Daha bir önəmli panel Toolspace panelidir. Gördüyünüz bu Toolspace paneli. Üstünə kliklədikcə deaktiv olur, bir dəfə kliklədikcə isə aktiv olur. Bu panel Civil 3D-nin demək olar ki, əsas idarəetmə mərkəzi sayılır. Əsas 4 hissədən ibarətdir. Prospector, Settings, Survey, Toolbox bölmələrindən ibarətdir. Prospector bölməsində modellər, səthlər, nöqtələr və s. üzərində işləmək üçün istifadə olunur. Setting bölməsində əsas şablonlar, stillər, etiketlər idarə olunur. Survey bölməsində ölçmə işləri və ölçmə məlumatlarının idarəsi həyata keçirilir. Toolbox bölməsində isə hesabatlar və əlavə alətlər olur. Yəni buradan işlənilir. Yəni dediyim kimi bu panel Civil 3D-nin çox vacib bir beyin mərkəzidir, idarəetmə mərkəzidir. Daha bir önəmli hissə model və layout tablarıdır. Aşağı sol küncdə gördüyünüz ekranın aşağı hissəsində yerləşir. Model tabı işin aparıldığı əsas sahədir. Layout tabları isə, məsəl üçün layout 1-ə keçin. Layout tabları çap üçün səhifənin tərtibatı, plotting, yəni printə vermək üçün məqsədilə istifadə olunur. Yəni burada əgər çertoju çapa verməmişdən əvvəl bəzi dəyişiklikləri bu səhifədə eləyirlər. Yenə qayıdırıq əsas iş model tabına, işin aparıldığı əsas səhifə. Sağ tərəf aşağıda gördüyünüz bu nazik lent, yəni status bar, yəni vəziyyət paneli adlanır. Ən aşağıda yerləşir, sağ tərəfdə. Burada yerləşir snap ayarları, polar tracking, orta mod, miqyas yerləşir burada, bizim drawing scale adlanır ingiliscə. Biz çertyojun miqyaslarını buradan ayarlayacağıq. Əsas iş sahəsi və əmrlər paneli haqqında danışım. Ortadakı sahə sizin iş sahənizdir. Burada bütün dizayn prosesi həyata keçirilir. Aşağıdakı bu hissə isə, bax gördüyünüz bu hissə command line adlanır, command line sahəsi adlanır. Civil 3D və AutoCAD əmrlərinin daxil edildiyi yerdir. Məsəl üçün, hər hansı bir əmri biz burada yazırıq. Polyline deyək ki, polyline. Burada yazıb və iş sahəsində tətbiq edirik. Yuxarı informasiya
paneli haqqında məlumat verim. Məsəl üçün, burada axtarış sahəsi var. Burada hər hansı bir komanda haqqında axtarışa verib AutoCAD tərəfdən yardım ala bilərsiniz. Bu hissə isə AutoCAD hesabınıza giriş üçün olan hissədir. Hesab məlumatları, lisenziya statusu, alət düymələri və digər əlavə funksiyalar burada yerləşir. Daha bir önəmli funksiya sizə kontekstual ribbon tabs, kontekstual tablar haqqında danışmaq istəyirəm. Əgər Civil 3D obyektini, bunu silək buradan. Məsəl üçün, əgər Civil 3D obyektini, məsəl üçün, bir nöqtə choke point deyək ki, seçsəniz, ribbonun sağ tərəfində, yəni bayaq danışdığım ribbonun sağ tərəfində yeni bir sekmə yaranacaq. Buna kontekstual tab deyilir və yalnız seçilmiş obyektlə bağlı xüsusi əmrlər burada görünür. Obyekti seçdiyiniz anda bu sekmə görünür. Məsəl üçün, ESC düyməsini vursaz, bu sekmə gizlədilir. Yenidən obyekt seçildikdə, yəni üstünə kliklədikdə, bu kontekstual tab təkrar görünür. ESC vururuq, yenə çıxırıq. Ribbon panelini yığıb açmaq barədə danışacağım. Əgər siz dizayn sahəsini daha geniş görmək istəyirsinizsə, ribbon panelinin sağ tərəfindəki, bax, bu gördüyünüz ox işarəsinə klikləyərək paneli yığa və ya aça bilərsiniz. Klikləyirik bir dəfə, gördüyünüz biraz balacalaşdı. Bu əməliyyatı bir neçə dəfə klikləyərək daha çox balacalaşdı. Fərqli görünüş rejimlərinə keçə bilirsiniz. İndi yəni 2-3 dəfə klikləyərək əvvəlki vəziyyətinə qaytara bilirsiniz. Yəni fərqli görünüş sizə təqdim edir. Civil 3D interfeysinin əsas aşağıdakı bölmələri ilə biz tanış olduq. Təkrar edirəm, əsas bölmələr hansılar idi? İlk olaraq tanış olduğumuz tətbiq menyusu idi, application menu. İkinci tanış olduğumuz qısa giriş menyusu, quick access toolbar, bu gördüyünüz hissə. Yəni qısa girişlər üçün nəzərdə tutulub. Üçüncü hissə workspace, iş mühitinin seçimi idi. Dördüncü hissə ribbon panel, ribbon sekmələri və panelləri. Beşinci hissə toolspace paneli. Altıncı hissə model və layout bölməsi, gördüyünüz bu hissədə. Yeddinci hissə status bar, yəni vəziyyət paneli. 8-ci hissə iş sahəsi və komanda, əmrlər paneli. 9-cu hissə isə kontekstual tablar, yəni obyektə uyğun əmrlər. Bu bölmələr ilə tanış olmaq proqramda məhsuldar və peşəkar şəkildə işləməyinizin əsasını təşkil edir.